Bu gün Azərbaycan Respublikasının ümumilli lideri Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümü səbəbilə Azərbaycanın bütün regionlarında olduğu kimi Sumqayıt şəhərində də Ulu Öndərin 102-ci ildönümü möhtəşəm şəkildə qeyd olunub. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Ulu Öndər Heydər Əliyevin heykəlinin qarşısına gül dəstələri düzüb. Daha sonra isə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt şəhər İcra Hakimiyyətinin işçiləri, təhsil işçiləri və şəhər sakinlərinin iştirakı ilə Sumqayıt şəhərində ağac əkmə aksiyası keçirildi. Ağac əkmə aksiyası zamanı Sumqayıt şəhərində yerləşən Heydər Əliyev mərkəzinin ətraf ərazilərinə yeni ağaclar, zeytun və şam ağacları əkilib. Sonra isə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Ulu Öndər Heydər Əliyevin heykəlinin qarşısına gül dəstələri düzüb və ona qarşı olan ehtiramlarını bildiriblər. Həmçinin digər dövlət qurumlarının əməkdaşları da Sumqayıt şəhərində yerləşən Heydər Əliyev mərkəzinin qarşısındakı Heydər Əliyevin heykəli qarşısına gül dəstələri düzüb və onun dərin ehtiramını bildiriblər. Məlumat üçün qeyd edək ki, müstəqil Azərbaycanın banisi, Azərbaycanın ümumilli lideri Ulu Öndər Heydər Əliyev 1923-cü il mayın 10-u Naxçıvan Muxtar Respublikasında Naxçıvanda dünyaya gözlərini açmışdır. O, bütün ömrü boyu Azərbaycan xalqının tərəfində durmuş, Azərbaycan xalqını dünyaya tanıtmış. Hətta SSR vaxtında da Azərbaycan xalqını SSR-də tanıtmış və Qarabağ münaqişəsi zamanında da Azərbaycanı dəstəkləmiş, Azərbaycan xalqının, Azərbaycan millətinin yanında olmuş və Azərbaycan xalqını dəstəkləmişdir. Bundan başqa Heydər Əliyev 1990-cı ildə də yanvarın 19-dan 20-sinə keçən gecə Bakıda törədilmiş dəhşətli faciədə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev SSR-də bunu bildirmiş və elə həmin gün tutduğu vəzifədən istefa vermişdir. 1991-ci ildə də SSR dağıldıqdan sonra yaranan 15 respublikadan biri də Azərbaycan olmuşdur. Azərbaycan yarandığı gündən sonra Ermənistanla Dağlıq Qarabağ münaqişəsi müharibəyə çevrilmişdir və Azərbaycan xalqı bu müharibədə, 1-ci Qarabağ müharibəsində çoxsaylı itkilər vermişdir. Lakin Heydər Əliyev hakimiyyətə gəldikdən sonra münaqişə sonlanmış, müharibə sülhlə bitmişdir. Və daha sonra isə Heydər Əliyev Azərbaycan xalqının tərəfində durmuş, Azərbaycan xalqını dünyaya tanıtmış və sonda Azərbaycan neftini dünyaya tanıdan əsri müqaviləsini imzalamış və Azərbaycanı dünya arenasında ən güclü dövlətlərdən birinə çevirmişdir. Günümüzdə də Heydər Əliyevin oğlu, Heydər Əliyevin siyasətinin davamçısı İlham Əliyev, məğrur prezidentimiz, Ali Baş Komandanımız onun bütün arzularını, bütün istəklərini, bütün vədlərini yerinə yetirmişdir. Belə ki, Qarabağımızı işğaldan azad etmiş və Azərbaycanı tam suveren bir ölkəyə çevirmişdir. Hazırda müstəqil, dünya arenasında öz sözünü deyə bilən, güclü, məğrur Azərbaycanımızı biz Ulu Öndər, ümumilli lider, Azərbaycanın, müstəqil Azərbaycanın banisi Heydər Əliyevə borcluyuz. Allah ümumilli lider, Ulu Öndər Heydər Əliyevə rəhmət etsin. Əhməd Məhəmmədov, Əli Həmzəyev, RTV Xəbər.